Salam, hər vaxtınız xeyirli uşaqlar. Necəsiz? İnşallah ki, yaxşısınız. Bizim bugünkü mövzumuz deməli biz həyat bilgisi testlər izah eləmək istədim həyat bilgisindən. Ona görə həyat bilgisi 1-ci sinifin dərs paraqraflarına uyğun olaraq testlər tərtib elədik. Gəlin isə o testlərin izahına baxaq birlikdə. Deməli variant 1 belədir uşaqlar. Birinci sualımız belədir. Ailə nədir? Sizə görə ailə nədir uşaqlar? A. Yemək yeri, B. İnsanların yaşadığı bina, C. Yaxın qohumlardan ibarət qrup, D. Oyuncaq mağazası. Əlbəttə ki, burada doğru cavab yaxın qohumlardan ibarət qrup. Qan qohumluğu olan ana, ata, bacı, qardaş, baba, nənə və s. ola bilər nəvə. İndi təbii ki, kimlərində xala, bibi, dayı, əmi və s. də olur, amma normalda ata, ana, bacı, qardaş və nənə, baba ola bilir. Doğru cavabımız yaxın qohumlardan ibarət qrup oldu. Sual 2. Ailəyə kimlər daxil ola bilər? A. Müəllim və direktor. Yox. Müəllim və direktor məktəbdə daxil ola bilir. Yəni məktəb kollektivinə aiddir. B. Ana, ata, uşaqlar. Bəli, doğru cavab B-dir. C. Qonşular. Xeyr. Qonşular məhəlləyə aid olan bir ailə. Ailə deməyim də məhəlləyə aid insan toplusu. Satıcı və alıcı isə mağaza daxilində olan belə deyim, topluma aiddir. Burada ana və ata, uşaqlar doğru cavab oldu. B variantı. Sual 3. Ailə üzvlərinə necə davranmalıyıq? A. Qışqırmalıyıq. Xeyr, qışqıra bilmərik. Qışqırmaq yaxşı əlamət deyil. B. Sayğı göstərməliyik. Bəli, hörmət göstərməliyik. Hörmətli olmalıyıq. B variantı düzgündür. C. Laqeyd qalmalıyıq. Laqeyd qalmaq xoş əməl deyil, eyni zamanda danlamaq da yenə xoş əməl deyil. Ailə üzvlərimizə deməli yaxşı baxmalıyıq, yaxşı davranmalıyıq. B variantı. Sual 4. Ailə içində qərarlar necə verilir? A. Tək başına, B. Məsləhətləşərək, C. Qəzəblə, D. Səs vermə ilə. Uşaqlar, tək başına qərar vermək təbii ki, uyğun olmur. Çünki tək başına qərar vermək digər ailə üzvlərinin maraqlarına uyğun gəlməyə bilər. Məsələn, ananın, atanın bir qərar verməyi və yaxud uşağın hər hansı bir qərar verməyi ana atasını düşünmədən ola bilər. Məsələn, atanın tək qərar verməyi də ananın prinsiplərinə uyğun gəlməyə bilər. Ona görə cavab nədir? Məsləhətləşmə yolu ilə. Bəli, hamı məsləhətləşib bir qərar verir. Cavab B. Sual 5. Kollektiv nədir? A variantı. Fərdlərin toplandığı yer. B. Oyun sahəsi. C. Tək başına fəaliyyət. D. Ev heyvanları qrupu. Uşaqlar, oyun sahəsi kollektiv deyil. Oyun sahəsi meydançadır. Burada kollektiv aid heç bir şey yoxdur. Tək başına fəaliyyət kollektiv sayılmır. İndividual sayılır, yəni şəxsi. C də deyil. Ev heyvanları qrupu. Ev heyvanları qrupu kollektiv ev heyvanları qrupu heyvanların bu kollektivə aid sayılır. Amma fərdlərin toplandığı yer bəli, artıq bu kollektiv sayılır. Məsələn, kollektiv ola bilər bir şirkət qrupu, bir iş qrupu, işçi qrupu, admin heyəti, müəllimlər qrupu və s. və s. Cavab A variantı oldu. Sual 6. Kollektivdə necə davranmalıyıq? Kollektivdə əlbəttə ki, sadə, səmimi, köməkçi, işgüzar yanaşmalıyıq. Cavab ilə A variantı oldu. Qarışmamaq kollektivdən çıxmaq deməkdir. Bu da şəxsi belə deyim, şəxsi fəaliyyətə gətirir, çıxardır. Bu da yanlışdır. Sakit durmaq da qarışmamağın bir növüdür. Yenə bu da uyğun deyil. Yalnız oynamaq da yenə kollektivdən uzaq bir həyat çəkməkdir. Yenə A variantı doğru cavab oldu. Sual 7. Məktəbdə qaydalara riayət etmək nə üçündür? A. Cəza almaq üçün. Xeyr. Qaydalara riayət eləsək cəza almarıq. Deməli A variantı yanlışdır. B. Əylənmək üçün. Xeyr. Məktəb əylənmək yeri deyil. Məktəb təhsil ocağı. Həyatı anlamaq, həyatdan bir şeylər öyrənmək üçün ilk girdiyimiz imtahan yeri, imtahan binası məktəbdir. Cavab nizam yaratmaq üçün. Cavab C variantı oldu. Sual 8. Məktəbə niyə vaxtında gəlməliyik? Dərslərə gecikməmək üçün əlbəttə ki, cavab C variantı olacaq. Dostları görmək üçün xeyr. Onsuz da biz tez də getsək, gec də getsək dostlarımızı görə bilərik. Müəllimi sevdiyimiz üçün xeyr. Müəllimi sevməyimiz tək şərt olmamalıdır. Yemək vaxtına çatmaq xeyr.
Cavab C variantı oldu. Sual 9. Gün rejiminə nələr daxildir? Yatmaq, yemək, oyun və film izləmək, gün ərzində görüləcək fəaliyyətlərin planı, tətil planı. Uşaqlar, oyun və film izləmək gün rejiminə daxil ola bilər. Yatmaq da gün rejiminə, yemək də gün rejiminə daxildir, hətta tətil planında. Amma bunlar ayrı-ayrılıqda deyil, ümumilikdə daxildir. Amma bunları ümumi birləşdirən də C variantı olacaq. Gün ərzində görüləcək fəaliyyətlərin planı. 10-cu və sonuncu sual belədir. Açıq sual. Ailənin sənin üçün əhəmiyyəti nədir? Bu şəxsi sualdır uşaqlar. Hər bir şəxs üçün ailənin önəmi fərqlidir. Amma mən izah elədiyim üçün mən ən azından cavablanmalıyam. Deməli, ailənin sənin üçün əhəmiyyəti nədir sualına biz belə deməliyik. Ailənin bizim üçün əhəmiyyəti ondan ibarətdir ki, ailə kiçik bir dövlətdir. Ailənin bir neçə fərdi üzvü olur və bu fərdi üzvlərin hər birinin gündəlik, aylıq, illik və s. olmaq üzrə tələbatı, ehtiyacı qarşılanmalıdır. Və biz bu tələbatı ödəmək üçün əlimizdən gələni etməliyik. Eyni zamanda ailənin əhəmiyyəti ondan ibarətdir ki, ailə ən ali mərtəbələrdən biridir. Çünki ən çətin anlarımızda, ən pis vəziyyətimizdə, biz xəstələnərkən belə ən birinci ailənin xidmətinə və ailənin göstərişlərinə ehtiyac duyuruq. Belə uşaqlar, inşallah ki bunu bəyənmiş olarsınız. Sağ olun, salamat qalın. Gələn dərslərdə görüşərik. Sağ olun.